Viza müraciətinizin imtina almasının ən əsas 5 səbəbi bunlardır. Özünüz və ya viza mütəxəssisiniz bu 5 qayda pozuntusundan birini edərsə, müraciətiniz imtina ala bilər. İlkin olaraq müsahibə haqqında danışmaq istərdim. Müsahibə zamanı demək olar ki, hər şey sizdən asılıdır. Qeyri-etik hərəkətlər etmək, yanlış məlumatlar vermək və saxta sənədlər təqdim etmək olmaz. Bu kifayət qədər ciddi məsələdir. Buna məsuliyyətlə yanaşın. Konsultasiya zamanı yanlış məlumatlar vermək özündə səhv istiqaməti əks etdirir. Əgər siz bizə düzgün və doğru məlumat verməsəz, o zaman biz sizi yanlış istiqamətə yönləndirəcəyik və bu imtina səbəbidir. Keçmişdə olan səyahətlərinizdə baş verən qanun pozuntuları növbəti viza müraciətlərinizə təsir göstərə bilər. Vizanı aldıqdan sonra vizanın tələb və şərtlərinə cavab vermək lazımdır. Maliyyə çatışmamazlıqları, bank hesabında olan problemlər, gəlirlərinizin və xərclərinizin düzgün qaydada balanslaşdırılmaması, səfirlik tərəfindən tələb olunan maliyyə çıxarışları və arayışlarında problemlər yaşada bilər. Buna görə də peşəkar konsultasiyadan istifadə etmək lazımdır. Sözlərin düzgün qaydada, düzgün ardıcıllıqda və düzgün istiqamətdə toplanmaması da imtina səbəbidir. Natamam sənədləşmə olmaması üçün peşəkar konsultasiyadan istifadə etməlisiniz. Bunun üçün Canary Travel-a müraciət etməyiniz yetərlidir. Unutmayın, peşəkar konsultasiya zəmanətli viza deməkdir.